Salam dəyərli müəllimlər. 5-ci sinifin 23-cü mövzusu olan muncuq və muncuq hörmə texnikası dərsidir. Deməli mövzumuz muncuq nədir? Muncuq dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyaların hazırlanması sənəti isə muncuq hörmə adlanır. Muncuqdan bəzək materialı kimi naxış tikmədə, mozaikada və toxuculuqda istifadə olunur. Bu şəkillərdə də göstərir ki, A naxış tikmədir, B mozaika, C isə toxuculuqda istifadə olunan muncuq növləridir. Daha sonra gəlirik muncuğun yaranma tarixinə. Muncuq ərəb dilindən tərcümədə busra və yaxud da ki busir, yəni saxta mirvari deməkdir. Romalılar Misri fəth edərək Roma imperiyasında, daha sonra Bizansda şüşə və muncuq istehsalatını inkişaf etdirir. Daha sonra isə bir çox sənət sahibləri ilə yanaşı şüşə işləri üzrə sənətkarlar da Venesiyaya köçür. Elə bununla da Venesiya Avropada muncuq üzrə əsas tədarükçü və mərkəz hesab olunur. Deməli ardıcıllıq necədir? Ardıcıllıq ilk öncə M hərfinə, yəni muncuqla yadda saxlayırıq. Muncuq, yəni Misir. Daha sonra Roma, Misir elə R ilə bitir. R ilə bitir. Baxın, burada yazım. Yazaq məsələn. M, Misir, yəni üstə gəl. Üstə gələk. Misir, R, Roma. Üstə gələk Bizans. Üstə gələk Venesiya. Üstə gələk qoya bilmədik. Üstə gələk Bohemiya. Ona Şimali Çexiyada deyilir. Yəni, deməli, Misir ardıcıllıq olaraq Misir, Roma, Bizans, sonra Venesiya və sonda Bohemiya olaraq bir-birinin ardınca gəlir. Burada hansıdır? Desək ki, bizdən tədarükçü və mərkəz hara hesab olundu? Deyirik ki, Venesiya muncuq üzrə, yəni Avropada muncuq üzrə əsas mərkəz və tədarükçü hesab olunur. Muncuqla bəzədilmiş çantalar, mücrülər, yastıqlar, geyimlər olduqca dəbli hesab olunurdu. 18-ci əsrdə muncuq istehsalında Venesiyaya rəqib meydana çıxdı. Hara? Bohemiya, yəni Şimali Çexiya. Bohemiyanın öz şüşə istehsalatı texnologiyası var idi. Haranın? Bohemiyanın öz şüşə istehsalatı texnologiyası var idi. Baxın, Venesiyada deyil tədarükçü olub, Avropada muncuq üzrə əsas tədarükçü olub. Amma artıq 18-ci əsrdə Bohemiyanın öz şüşə istehsalatı üzrə texnologiyası var idi. Yəni, bunlar bir-birindən fərqlənir. Yəni, siz də qarışdırmayın. Sonra geyimin muncuqla bəzədilməsi məşhurlaşaraq yüksək zövq və var-dövlət əlamətinə çevrildi. Daha sonra burada nə var? Burada var muncuq hörmə texnikasının üsulları. Hansı üsulları var? Baxırıq, birincisi sadə zəncir düzməsi, qarşıya hörmə, paralel hörmə, ilgəklərdə hörmə, iynəyə bənzər hörmə və xaçvari hörmə. İlk öncə gəlirik sadə zəncir düzməsi. Sadə zəncir düzməsi yəni ən sadə üsuldur. Yəni bu hörgülər içərisində ən sadə üsuldur. Şəkil 2-də göstərilib. Daha sonra qarşıya hörmə. Qarşıya hörmə iki əllə tutulan sapın ortasına bir muncuq dənəsi taxılır və növbəti muncuq dənəsi sapın istənilən ucuna, məsələn, sağ ucuna keçirilir. Bundan sonra sapın sol ucu sağ ucunun qarşısında olmaqla həmin muncuq dənəsindən keçirilir. Muncuq dənələrinin nizamlı və sıx yerləşməsi üçün sap dartılır və belə davam etdirməklə iş tamamlanır. Bu qarşıya hörmə üsulunun, belə deyək, ardıcıllığı formasında olan, yəni dərsin ardıcıllığı idi. Sonra paralel hörmə. Paralel hörmədə iki iplə, burada deyək ki, iki ip, baxın, burada əsas məqamlardan biri də budur, iki ip. Elə bunun ardı da onun ardıcı, belə deyim də, əsası kimi göstərmək olar. Daha doğrusu sapın və məftilin. Baxın, burada bu heç birində, yəni nə qarşıya hörmədə, nə xaçvari hörmədə iki sapla, yəni bir məftilin, bir sapın, baxın, tilov ipi, burada indi sizə deyəcəm, tilov ipi var. Bunlar heç biri yoxdur. Sadəcə bu paralel hörmədədir. Yəni açar sözlər var burada. İki iplə, daha doğrusu sapın və yaxud da ki, məftilin iki ucu ilə yerinə yetirilir. Sapın, məftilin və yaxud da ki, tilov ipinin bir ucuna növbəti sıra üçün muncuq dənələri düzülür.
Sonra digər uc həmin muncuq dənələrindən birinciyə qarşı olmaqla keçirilir. Baxın, birinciyə qarşı olmaqla keçirilir. Həcmli fiqurlar üçün həm tilov ipi, həm də məftildən istifadə etmək olar. Bu da paralel hörmənin şəklini göstərir, şəkil 4-də. Sonra gəlirik ilcəklərdə hörmə nədir? İlcəklərdə hörmə lazımi miqdarda muncuq məftil üzərində düzülür. Yəni, baxın, görürsünüz, bu şəkildən söhbət gedir. Məftil üzərinə düzülür ilcəklərdə hörmə. Bundan sonra muncuqların ilcəkdə təsbit edilməsi üçün məftil lazım olduğundan artıq burulur. Baxın, bu hissəsi nəzərdə tutur da, burulur. Burulur, yəni bu hissəsi lazım olduğundan, baxın, görürsünüz, burulur. Məftillər burulur. Lazım olduğundan artıq burulur. Elə adında da var. Deyir ki, necə deyir? Lazım miqdarda muncuq məftil üzərinə düzülür ilcəklərdə hörmətdə. Bundan sonra muncuqların ilcəkdə təsbit edilməsi üçün. Adı nədir? İlcəklərdə hörmə. Məftil lazım olduğundan artıq burulur. Bu məftil hörmənin, daha doğrusu ilcək hörmənin şəklidir. Şəkil 5. Şəkil 6-da isə iynəyə bənzər hörmədir. Baxın, sanki düz bir necə deyim, hörmə üsuludur. İynəyə bənzər hörmə də sadədir. Deyir ki, bu hörmə üsulunda məftilin uclarından birinə sonuncu muncuq düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqları keçirmək lazımdır. Bu isə iynəyə bənzər hörmədir. Sonra gəlir xaçvari hörmə. Xaçvari hörmə isə bu şəkil 7-də göstərilən hər ikisi də xaçvari hörmədir. Necədir? Xaçvari hörmə, baxın, 2 iplə hörmədə adlanır. Paralel hörmədə nə demişdik? 2 sapla. Amma xaçvaridə qarışdırmayın. 2 ip deyir. Nəyə görə? Çünki burada 2 ip var. Həqiqətən də 2 ipdən istifadə, yəni 2 ucu da istifadə olunur. Yəni o belə deyək də, həmin o sapın, ipin hər iki ucu da işləyir. Necə deyir? Əslində ip birdir həqiqətən də, amma onun iki ucu da işləyir. İp birdir və onun iki ucu da işləyir. Yəni bunu da belə deyim, belə aydınlaşdırmaq olar ki, ip bir olsa da onun hər iki ucundan da muncuq dənələrini, belə deyək, hər ucundan muncuq dənələrini keçirtmək olar. Daha sonra burada nə var? Deyir ki, ip iki ucundan götürülür və ortasına 3 muncuq dənəsi keçirilir. İp iki ucundan götürülür və ortasına muncuq dənəsi keçirilir. 3 muncuq dənəsi keçirilir, daha doğrusu şəkillərə baxırsınız və 4-cü muncuq qarşıya hörmə üsulu ilə bərkidilir. Baxın, görürsünüz, qarşıya hörmədə necə idi? Burada bu şəkildə görürsünüz necə göstərib, sanki bir cərgə formasında önə doğru gedir. Burada da həmçinin şəklə baxanda görürük ki, 3 dənəsini keçirdib, amma bu ortada olanlar qarşıya hörmə üsulu ilə, baxın, bir-birinin ardınca qarşıya hörmə üsulu ilə bərkidilib. Daha sonra burada nə var idi? Bunu da necə yadda saxlaya bilərsiniz? Rəqəmlərlə. Baxın, rəqəmlər digərlərində yox idi. 3, 4, yəni bu kimi nüanslar ancaq xaçvari hörmədədir. Deyir, sonra ipin ucları dartılır. Deməli, 4-cü muncuq qarşıya hörmə üsulu ilə bərkidilir, sonra ipin ucları dartılır. Sonra ipin sol və sağ uclarından hər birinə bir muncuq dənəsi keçirilir və növbəti muncuq qarşıya hörmə üsulu ilə keçirilir və sap dartılaraq proses davam etdirilir. Zaten bunun ardıcıllığıdır bu da, yəni açıqlamasını verir. Deyir ki, sapın sağ və yaxud da ki, sol uclarından hər birindən bir muncuq dənəsi keçirilir və digər muncuq dənəsi isə qarşıya hörmə üsulu ilə bərkidilir. Bu belə. Sonra qarşıya hörmədə olan ardıcıllıqlar, daha doğrusu muncuq hörmədə o qədər qarşı hörmə dedim ki, ardıcıllıq var. Nədir? İşləmək üçün muncuq və şüşə muncuqlardan istifadə olunur. Muncuqları rənginə və ölçüsünə görə bağlamalarda fərqli, belə deyək, bir-birindən ayrılırlar. Desək ki, muncuqlar nəyə görə fərqlənir? Rənginə və ölçüsünə görə. Bu da vacib hissələrdən biridir. Rəng və ölçüsünə görə. Xüsusi iynələrlə işləyin 1, 0, 10 kimi yadda saxlaya bilərsiniz. 1, 0. Muncuqlarla toxuma sıx və boşluqsuz olmalıdır ki, yəni o belə deyək də kip alınsın, yəni boşluq olmasın. Belə müəllimlər, bu qədər.